Necə hədis var, məşhur Bitaq hədisi. O kişi ki, gözünün görəcəyi son yerə qədər kitabları qoyulacaq qabağına və kitabların hamısı çirkin əməllərlə, günah əməllərlə dolu olacaq və Allah Teala deyəcək ki, sənə yazarlar, yəni mələklər sənə zülm elədimi? Deyəcək ki, xeyr ey Rabbim, zülm eləmədi. Və indi burada elə bir şey var ki, sən eləməmisən. Onu yazmışıq ora, deyəcək xeyr ey Rabbim. Və deyəcək ki, sənin əlində belə bir hüccətin varmı ki, bu kitabları, bu günahları yox eləsin? Deyəcək, yoxdur ey Rabbim. Ya, o qədər günahlara qarşı kim düşünə bilər ki, nəysə Allah Teala əmr edəcək və göydən bir kağız düşəcək və üzərində yazılır, la ilahə illallah. Və Allah Teala əmr edəcək o kağızı qoysunlar tərəzinin gözünə və o kitabları da bir gözünə və kitablar göyə qalxacaq. Yəni, la ilahə illallah ağır gələcək. Ona görə insanın ən birinci insana verəcək ən böyük faydası özü-özünə tövhidi öyrənməsidir. Özü-özünə tövhidi öyrənməsi, yəni tövhidi öyrənməyə can atmasıdır, meyl etməsidir, o barədə olan kitablara, dərslərə qulaq asmasıdır və insanın ən xoşbəxtçiliyi Şeyx bin Baz rahimallah buyurur ki, bilməlidir ki, Allah Teala onun Rəbbidir. Allah onun Rəbbidir və o ibadətə layiqdir. Şeyx bin Baz rahimallahdan soruşurlar, deyir ki, ən xoşbəxtçilik budur. Çünki niyə görə? O gün sənin tanıdığın, sənin təsdiq etdiyin, iman etdiyin Rəbbidən başqa sənin yardımçın olmayacaq. Sənin ən böyük xoşbəxtçiliyin odur ki, o gün sənə ancaq Allah kimi olacaq.